Deməli, Çebyüşov bərabərsizliyi ilə davam edək izahlara. Bu sualda nə bizdən soruşulur? Ümumiyyətlə, gəlin mən ondan əvvəl sizə burada sualda Çebyüşov bərabərsizliyi soruşulan düsturu göstərim. Baxma, bunun üzərində dayanıram. 469 nömrəli sual. Burada, baxın, bizdən soruşulur ki, Çebyüşov bərabərsizliyi hansıdır? Yadda saxlayın, böyük, sonra kiçik işarəsi gəlir. Böyük, kiçik oldu. Bu ardıcılığı yadda saxlayın. Böyük, kiçik. Kiçik, kiçik səhvdir. Kiçik, böyük səhvdir. Böyük, kiçik yazıb yazmaqda, amma burada dispersiya olmalıdır. Bu orta kvadratik meyl yazıb ona görə səhvdir. Deməli, bu oldu Çebyüşov bərabərsizliyi. Əgər bizdə P x minus mx riyazi gözləmənin kiçikdir epsilon olması soruşulsa, yəni qiyməti aşması yox, aşmaması əksi soruşulsa, elə bil P-ni verir, Q-ni soruşanda biz nə edirdik? Birdən P-ni çıxırdıq da, düzdür? Ona görə bizim düsturumuz olur bu qaydada. Biz birdən çıxırıq dx dispersiya bölünsün epsilon kvadratına. Tamam. Normalda deməli böyük kiçik olmalıdır. Yox, əgər əksi soruşulursa, yəni kiçik olan soruşulursa, deməli biz birdən çıxmalıyıq aldığımız qiymət. İndi qayıdıram verilən, soruşulan bizdən məsələnin özünə. Verilənləri qeyd eləyək. Burada bizə nələr verilib? Bizə verilib burada ehtimal 0,4-dür. Min sığortaqsa n. Mindir və Q-ni də tapıram. Niyə? Çünki dispersiya mənə lazımdır. 0,6. Orta qiymət meylinin 20-dən çox olmaması, bu da epsilondur. Epsilonda oldu 20. Deməli, çox olmaması dediyinə görə, deməli, mənə böyükdür yox, kiçikdir epsilon lazım olacaq da, düzdür və bu ehtimalı tapmalı olacaq. Kiçikdir epsilonda dedik, nə edirik? 1 çıxılsın dispersiya. Dispersiyada necə idi? NPQ idi. Bunların üçünü bir-birinə vursam nə olar? Sıfırların biri gedər, sıfırların biri gedər, 240 eləyər. Epsilon da kvadratı eləyəcək 400. 1 çıxılsın 0,6. O da eləyir 0,4 oldu. Bu bizdən soruşulurdu. 0,4 bizim cavabımız oldu. Burada isə ümumi olaraq cədvəldə enalarla verilir. Nə etməliyik? Nə etməliyik? Baxaq. Çebyüşov bərabərsizliyindən istifadə edərək qiymətləndirməni aparın. Epsilon qiyməti 2-dir. Bu bizə verilir. Mx ümumiyyətlə səhvləri atım əvvəlcə. Burada səhvlər ondan ibarətdir ki, səhvlər elə bir dənə birincini atıram, çünki orada çıxma işarəsi yoxdur. Qalanları qalır. Nə etməliyik? Dispersiyanı tapmalıyıq da, düzdür. Dispersiyanı tapaq. Dispersiyanı tapıram tapmaqla, amma burada yenə də görürsünüz, kiçikdir olduğuna görə biz nə edəcəyik? Bizdən hansını soruşur? Böyüyü soruşur. Böyüyü soruşursa onda heç nə çıxmaq lazım deyil. Bir dəqiqə. Qoy bir məsələni diqqətlə baxaq. Mx nəyə bərabərdir? Mx-i tapın burada. Mx bərabərdir. Mx tapanda vurub toplayırdıq da, düzdür. Cəm x-i vurulsun p idi, bərabərdir. Mənfi 2n-a vurulsun, p-nin qiyməti 1 böl 2n kvadratıdır. Üstə gələk 0, üstə gələk bu dəfə də 2n-a vurulsun, 1 bölək 2n kvadratı. Mənfi müsbət bir-birini aparır, bu da 0-dır, 0. Deməli, mx 0-dır. Mx 0-dırsa, heç onda bunların hamısı səhvdir. Bu düzdür. Mən də əksinə buna səhv demək istəyirdim. Bir dənə bu düzdür. Belə də ki, heç mx-i tapmadım. Mən heç bunları eləmədim. Heç nə həll eləmədim. Mən burada görürəm ki, bu məndən böyük soruşur, düzdür, böyükdür, 2-dən soruşur. Amma bu kiçiklə verib, bu kiçiklə verib, bu kiçiklə verib. Yəni, əslində heç mən bunu həll etməyə bilərdim. Böyükdür soruşan elə bir dənə budur da, burada bundan başqa böyük olan yoxdur ki. Yəni, siz həll etməzsiniz, birbaşa götürərsiniz. Sonra olduqda böyükdür. Böyükdür deyəndə artıq heç nə dəyişmir, çünki biz böyük kiçik demişdik də, düzdür, böyük kiçik, bu düzdür. Bu böyüklə kiçik, bu da burada var, böyük kiçik burada var. Deməli biz məsələmizi tamamlayaq. Məsələmizdə dx bölünsün epsilonun kvadratı idi. Dispersiyada bizə verilib 0,475, epsilonda kvadratı neçədir? 9.
MX-in 0.5 olması o deməkdir ki, bulanın hamısı hamısında 0.5-dir. Heç biz onu istifadə eləmədik. Düsturun içində var. 475-i 9-a bölsək bəsdir. Nə edək burada? Kəsirlə veribsə, gəlin bunu vergüldən azad olaq. 900. Bunu ən yaxşı halda neçə bölə bilərəm mən? Neçə bölə bilərəm? 5-ə bölsəm nə qalar? Bu neçə yaxçar gedir? Çox maraqlıdır ki, burada 19 qalıb. 5-ə bölünür. 25'e bölünür. 25'e bölərik. 69 da eyni qayda ilə, 70'e diqqət eləyək. 70'də nə var? 70'də məsələnin şərtində bu var, kiçik olan var. Amma bizdən böyük olan soruşur. Elə bil nə verirsə onun tərsini soruşur. Verdiyinin tərsini soruşduğuna görə deməli biz bunu 1-dən çıxmalıyıq. 29 bölək 45. O deyilir 16 bölək 45. Oldu, yəni kiçik verib, bura fikir verin həmişə, amma böyük olan soruşur. Eyni şey, kiçik verib, böyük soruşur. Kiçik verib, böyük soruşursa 1-dən çıxırıq. 1-dən 25'də 22 çıxanda 25'də 3 qalar. Bu rahat idi. İndi isə Markov bərabərsizliyin köməyi ilə verilən məsələni həll eləyək. Markovdan deyəsən bir neçə dənə də sual burada hardasa olmalıydı. Bu sualımızı həll etməyə çalışaq. Bu zaman nə edəcəyik? Baxaq. Reklam olan malın ehtimal. Mal alınması ehtimalı 0,7-dir. 2000 dənə, N də 2000-dir. Onda MX nəyə bərabərdir? NP-yə bilirik ki, bir-birinə vuranda 1400 eləyir. Bu bizim nəyimizə gərək idi? Markov bərabərsizliyin köməyi ilə həll edəndə bizim axtardığımız ehtimal X-in A-dan müəyyən ədəddən böyük olması ehtimalı kiçikdir, bərabərdir, MX bölək A yazırıq. Yəni burada P ehtimal X-in A dediyimiz bu 1600 veriləndir. 1600-dən böyük olması ehtimalı kiçikdir, bərabərdir. Bu qiymətləndirmədir. Tapmışıq 1400, 1400 bölünsün 1600. 2 sıfırlar gedəcək. 14-dən 6-ya böləndə 7 böl 8. 7 böl 8 də ki, təxmini elə 875 eləyəcək. Belə var cavabımız. Sonra mütləq qiymətcə 5-dən kiçik olması hadisəsi. Bu məsələni olduğu kimi oxuyursunuz bu halda Çepişev bərabərsizliyinə aid olanları həll eləmək üçün. 10 element var. Deyir n bərabər 10-a. Sıradan çıxması ehtimalı P 0,25. Sıradan çıxan elementlərinin sayının riyazi gözləmə fərqinin mütləq qiymətcə 5-dən kiçik olması. Çıxma sayının x deyək də buna. Riyazi gözləmə mütləq qiymətcə 5-dən kiçik olması. Kiçikdir 5. Deməli epsilonumuz 5-dir əslində P. Kiçikdir onda biz nə edirdik? Yazırdıq, bu böyüdür, bərabərdir, 1 çıxılsın dx bölək epsilon kvadratından. NP varsa deməli bizə Q də lazımdır ki, dispersiyanı tapaq. Dispersiya 0-dan %75 olacaq. Deməli biz həll edirik, 1 çıxılsın NPQ bölək epsilondakı 5-dir. 5-in kvadratı 25. Tamamlayaq misalımızı. Deməli 1 çıxılsın, bunları bir-birinə vursaq və 25'e bölsək. Bu 25 ilə bu 25 ixtisar gedər əslində. Burada bizdə qalar 1,4 tərəfə sürüşdürsək 0,075 qalar. 1000-də 75. 1000-dən də 75 çıxanda 925 eləyir. 925 bu da. Yəni bu qayda ilə, deməli bu qayda ilə Markov bərabərsizliyi və ya Çepişev bərabərsizliyi deyəndə misalları həll eləyə bilərik. Çepişev bərabərsizliklərindən istifadə edindir. Tamam, 74-75'e də nəzər salaq. Eyni şeydir əslində, nəyinəsə arasında olması soruşulur. Texniki nəzarət şöbəsində 210-dan 300-ə dək. Bunların hamısı görürsünüz eyni yanaşmadır. 2 aralıq verir. Mən elə gəlir bir dənəsini yazsaq bəsdir. 474'ü yazıram. Yerdə qalan 4'ü eyni qayda ilə olar. Burada ümumiyyətlə birinci önəmli olan hissə epsilonu tapmaqdır. Burada
Çevrilişə bərabərsinə bilirik ki, bizə epsilon önəmlidir. Orta uzunluq riyazi gözləmə deməkdir. Deməli, baxın, orta uzunluq dediyi bu mx-dır. 50 cm dediyi mx-dır. Dispersiyanı da verib 0,1. Sonra bizdə nə var? Bu iki aralıq var. Deməli, axtarılan x böyükdür 49,5-dən, kiçikdir 50,5-dən. Çevrilişə bərabərsizliyində x minus mx var idi, düzdür? Bu qiymətləndirilirdi, kiçikdir epsilon. Mx-imiz bizim 50 olduğu üçün hər tərəfdən 50-ni çıxıram. Bu verilən bərabərsizliyin hamısından 50-ni çıxıram. X minus 50 olur kiçikdir 0,5-dən, böyükdür mənfi 0,5-dən. Bu, xatırlayırsınızsa, modullu bərabərsizliklərin həllini siz belə eləyirdiniz, deyil? Kiçikdir 0,5 yazanda, modulu atanda sağ tərəfə bir dənə də mənfi gəlirdi. Yəni, bu əslən bu deməkdir. Deməli, bu qiymətləndirmə artıq bizdə var. Və budur, epsilon artıq 0,5-də önəmli olan buydu. İndi məsələnin ardını gedək. Məsələnin ardına deyir ki, çevrilişə bərabərsizliyi ilə bu ehtimalı qiymətləndirin. Deməli, P x minus 50-nin kiçikdir 0,5 olması. Kiçikdir olanda nə yazırdıq? Yazırdıq böyükdür, bərabərdir. 1 çıxılsın, dispersiyaya birbaşa yazıram 0,1 bölünsün epsilonda kvadrat eləyəcək %25. Düzdür? Buna da bir 0 atsam 125-ə böləndə 10-u 25-ə böləndə 0,4, birdən də 0,4 çıxsam 0,6. Belə bu qayda ilə gedəcəksiniz oldu. Yəni yazılanın sağ solundan eyni mx-i çıxırsınız və bu epsilonu sizə verir. Epsilonu verəndən sonra bir dənə qalır dispersiyanı epsilona bölmək. Cücərmə ehtimalı bu P-dir. 1000 toxumdan n var. Baxın, məsələn, bununla tutaq ki, deyəsi olsam. Bu P-dir 0,75. Onda Q bərabərdir 25. Bu n-dir 1000. N bərabərdir 1000. Bu nəyə görə lazım idi? Bu ona görə lazımdır ki, buradan mx-i tapacaqsınız np əsasında və dispersiyanı tapacaqsınız npq əsasında. Bunların hamısını tapdınız. Bayaq verilmişdi. Mx verilmişdi 50, dx verilmişdi 0,1. Amma indi isə verilənlərə görə mx və dx-i tapacaqsınız. Tapdınız. Sonra 700-800 arasında olmasında davam edirik ki, yaxşı, bunun p-si nəyə bərabərdir? 0,75, 750 eləyəcək. Deməli, hər tərəfdən 750 çıxaq. Kiçikdir. Bura 50 eləyər, burada böyükdür. Mənfi 50 eləyər. Aha, yəni hesab edin ki, epsilonunuz 50-yə bərabər olur. Çünki x çıxılsın 750 kiçikdir, modulca 50 alırıq. Və dispersiyamızda deməli biz 50-nin kvadratına bölüb sonra birdən çıxacaq. Yəni nəticəniz bu şəkildə olacaq. Dispersiyamız neçə olar bizim? Hesablayaq istəyirsiniz məsələn. Yazdımsa da axıra qədər qoy tamamlayım. 1000 vurulsun 0,25 vurulsun 0,75. Dispersiyamız olur bizim 187,5 bölünsün bərabərdir. Bərabər yazıram bura. Bölünsün 50'nin kvadratı 2500. Sıfırdan birbaşa yazdım. 2500. Bu da 1 çıxılsın 0,75. Belə bir şey almışam. 1000'dən də 71 çıxanda 925. Bu qədər. 475 də yaza biləcəksiniz. Eynidir. Baba bu yazdığım qayda ilə 76 ilə eynidir. Sonra yenə də bərabərsizlik verilib. Bu halda nə edirdik biz? Bu halda baxın, köməyimizə nə gəlir? Bizim burada verilənlərimiz nədir? Özdə bundan bir neçə cədvəl var. 5/2 mx-dir. Bunu tapmağa cəhd göstərməyin. X-ları p-lərə vurub toplamayın. Bu artıq var. Epsilon 6'dır. Deməli, biz böyükdür qiymətləndiririksə, böyükdür, kiçikdir deyib x bölü epsilon kvadrat. Yəni, birdən çıxma yoxdur. Qalır nə tapmaq? Bir dənə dx-i tapmaq. Dispersiyanda necə tapırdıq? mx kvadratından mx-in kvadratını çıxırdıq. Və mx bizə verilib 5/2'nin kvadratını çıxacaqsınız. Amma nədən çıxacaqsınız? Mx kvadratı. Bir dənə bu məsələdə edəcəyiniz ancaq mx kvadratını tapmaqdır. Onun üçün də nə edirdik? X kvadratlarını p-lərə vurub toplayırdıq. Yəni,
mx kvadratı qoy yazım elə burada. 0 onda 2 üstə gələk 5'in kvadratı 25, 2 onda 5, 6'ın kvadratı 36, 36'nı vuraq 4'ə, 14 tam. Onda 4 üstə gələk 49 da vuraq 3'ə, 14 tam onda 7. Şimdi bunu hesablayırıq ki bu neçə eləyir? Bu aldığımızdan mx'in kvadratını, yəni 5 onda 2'nin kvadratını çıxacaq. Dispersiyanı tapandan sonra da epsilon 6 da ona bölərik. İxtisar varsa eləyirik, yoxdursa da kəsir şəklində saxlayırıq. Burada isə baxın, kiçikdir olduğuna görə birdən çıxırıq. O verilənləriniz nədir? Qoy deyim bunu, üzərində deyim. Bu mx'dir, bu isə epsilondur. Dispersiyanı tapsam da belə, bu kiçikdir olduğuna görə biz kiçiyi qiymətləndirəndə nə edirdik? Yazırdıq kiçik böyükdür, bərabərdir, 1 çıxılsın. Epsilon kvadratı bu. Və dx-də tapmaq üçün yazırıq mx kvadratı çıxılsın. Mx'in kvadratı. Mx kvadratı sizdə var, altda 4 verilir. Bir dənə edəcəyiniz ancaq bu mx kvadratını tapmaqdır. Onun üçün də x-ları kvadrata yüksəldəndən sonra cəmi 2-dən 3-dəndir. 3-dəndir. Kvadrata yüksəldəndən sonra p ehtimallarına vurursunuz. Vaxt itirmək istəmirəm sözünüzü bunların üzərində. Bax, budur yenə də eyni şey. Hamısı eyni şey. Bunların hamısını tam tamamlaya bilərsiniz. Demədiyim bir nümunəyə gəlmək istəyirəm. Görüm nəyi deməmişəm. Böyük, kiçik, böyük, kiçik var. Eyni şey. Lap olsun tutaq ki bunda baxsanız ki ay bu başqa bir şeydir. Başqa bir şey deyil. Mx mx'dir. Epsilondakı bu verib də kök altdakı epsilondur. Bu qiymətləndirməni eləyin deyirsə dispersiyan tapacaqsınız. Amma mx'i verməyib bizə. Mx'i vermədiyinə görə deməli biz həm mx'i tapırıq, həm də mx kvadratını tapırıq. Sonra ona görə də dispersiyan tapacaqsınız. Mx kvadratından mx'in kvadratını çıxmaqla tapacaqsınız. Tapandan sonra nə edirik? Bölürük epsilon kvadratına. Epsilon kök altı 2 olduğuna görə kvadratı 2'dir. Və yenə də diqqət edin, kiçikdirlə verib deyə aldığımız cavabı 1'dən çıxırıq. 1 bölək dx bölü epsilon kvadrat. Və bunu unutmayın, 1'dən çıxmağı unutmayın, çünki kiçikdirlə verir. Çırpışıq bərabərsizliyi kömək ilə həll edin. Epsilon burada köklü altda %3'dür. Çırpışıq bərabərsizliklər də bitdi. Sonra yenə gəlir əvvəlkilər və əvvəlkilərdən. Bu normal paylanmadır. Normal paylanma qaydası necə idi? Bir dənə bu testin üzərində ümumi bir çox şey deyim. Paylama funksiyası belə idi, xatırlayırsınızsa. 1 bölünsün. Kök altı 2 pi. Hətta qarşısında sigması ilə y üstündə mənfi x minus a kvadratı bölək 2 sigmanın kvadratı. Və burada bizim nələrimiz var idi? Biz burada demişdik ki, orta kvadratik meyl soruşsa elə budur. Bu elə orta kvadratik meyldə burada görünür. 2 sigma kvadratı 2 dispersiya deməkdir də, yəni 2 dx deməkdir. Dispersiya soruşulanda bu verilən məxrəci yarı bölürdük. A isə bizdə elə riyazi gözləməkdir. A-da var. İndi gəlin bunların hamısını ümumiləşdirək. Orta kvadratik meyli 5 olan. Burada 5 olmalı. Bu 2'dir. 5 olan bax budur. Bu artıq düz gəlir. Riyazi gözləməsi 3 olan. 3 burada var, burada var, burada var. Deməli 3 çıxma 3 hissəsi burada olmalıdır. Orta kvadratik meyl 5 olanda deməli bunun dispersiyası 25 olar. Çünki orta kvadratik meylin kvadratına bərabərdir də adı üstündə. 25 olar və məxrəcdə 2 dx olduğuna görə də ona 2'yə vurmalıyıq. 16 deyil, 25'də 2'yə vuranda 50 eləyir. Oldu. Ya bəzən bunun tərsi soruşulur, düstur verilir, soruşulur, riyazi gözləməni tapın, ya neysə tapın. Ya da ki, əksinə. Normalın əyilmə nöqtələri a plus minus sigma 1 bölək sigma 2 pi y şəklindədir. Ya da salaq riyazi gözləmələri necə tapırdınız? Təsadüfi kəmiyyətin sıxlıq funksiyası verilib. X bərabər 0,1 parçası da buna bərabərdir. Parçadan kənarda 0'a bərabərdir. Y bərabərdir. X kubu funksiyasının riyazi gözləməsini tapın deyir. Tapaq. Bu əvvəllər də yazdığımız yəni riyazi gözləmənin tapılması qaydası kimidir. Nə edirdik? Xatırlayırsınızsa biz mx'i tapanda integral x vur fx yazırdıq. Fx də x sərhədlərinə görə. İndi bizdən əgər
belə bir funksiya soruşulursa, mx kubu soruşulursa, deməli biz inteqralda x-in kubunu fx-ə vurub inteqralını almalıyıq. Və bu da nəyə bərabərdir? X-in kubunu x üstə gələk 0.5-ə vuracaqsınız. Sərhədlərində 0-dan 1-ə qədər yazacaqsınız. Bu qədər. dx. Yenə dispersiya. Dispersiya xatırlayırsa demişdik ki, bu 2 dx deməkdir. 8-in yarısı 4 düzgün cavabdır. 1 bölü lambdadır. Üslü paylanmanın riyazi gözləməsi çıxanda 0 qalır. A parametri riyazi gözləməsini bildirir. Mx, az öncə dedim. Dispersiyası məxrəcin yarısı, 18-in yarısı 9. Çünki 2 dispersiya var orada. Riyazi gözləməni tap deyirsə, tapanda mx bərabərdir yazırsınız. X vurulsun. Yox, burada hiçbir şey lazım deyil. Düstur lazım deyil. Bu ilə üslü paylanmaqda əslində eksponensial paylanmadır. Eksponensial paylanmanın da riyazi gözləməsi 1 bölək lambdadır. Və bunun da lambdası 4 olduğuna görə 4'də 1. 1 bölü lambda, 1 bölü lambda, bu da 0 elədi. Bu üslü paylanmanın paylanma funksiyasıdır. Paylanma funksiyasında baxın, lambda burada görünür. 7'də 1'dir. Çünki x bölü 7 yazıb da, yəni x vurulsun 7'də 1 kimi düşünün. Lambdası 7'də 1'dirsə, riyazi gözləməsi bunun 1 bölək lambda, yəni 1 bölək 1 bölü 7, o da tərsinə çevriləndə 7 olur. Sigma parametri nəyi göstərir? Orta kvadratik meyldir, o da kök altda dispersiya olacaq. Riyazi gözləməsi 1 bölü lambda idisə, dispersiyası 1 bölü lambdanın kvadratıdır. Yəni burada hal-hazırda lambda 4-dürsə, kvadratı 16 və 1 bölü 16 da onun dispersiyası olacaq. Orta kvadratik meyli. Lambdası bunun 5'dir. Orta kvadratik meyl də 1 bölü lambdadır. Riyazi gözləmə də 1 bölü lambdadır. Ona görə elə 5'də 1 eləyir. Riyazi gözləməsi mötərizənin içindədir. Baxın, burada görünür x-4. 4 onun riyazi gözləməsidir. Bayaq bunu geniş izah etdim. Bir tərtibli mərkəzi moment. Bir tərtibli mərkəzi momenti nəyə bərabərdir? Ümumiyyətlə xatırlayırsınızsa, birinci tərtib mərkəzi moment beta 1 idi. Beta 1 də mx çıxaq mx üstü 1 idi. Bu da mx minus mx olduğuna görə elə 0 eləyir. İkinci tərtib mərkəzi momenti isə dispersiya eləyirdi. Üslü paylanmanın dispersiyası 1 bölü lambda kvadratıdır, verdik. Orta kvadratik meyl 1 bölü lambdadır. Görünür də sual var bundan. Və sonra gəldik bura. Normal paylanmış x təsadüfi kəmiyyətə riyazi gözləməsi 10, dispersiyası 4. Sınaq nəticəsində x-in 16-22 intervalında qiymət alması. Bunu xatırladım, bir dənə yada salın bunun düsturu necə idi. Yəqin ki, bundan deməmişəm, yox, mənim yadımda deyil. Bunu deməmişəm. İndi verilənlərimiz nədir? Mx-imiz x verək də, mx 10'dur, dx 4'dür. Mx 10'dur, dx 4'dür. Deməli, burada dispersiyamız 4'dür və 16-22 parçasında olması alfa 16'dır, beta da 22'dir. Və fi-nin qiyməti necə tapılır? Fi, burada birinci yazırıq, beta çıxılsın a. A dediyimiz riyazi gözləmədir. Bölünsün sigma, çıxılsın fi, bu dəfə alfa çıxılsın a bölək sigma. Tapaq. Fi, betamız 22 idi, 22 çıxılsın 10 bölək. Orta kvadratik meyl, əgər dispersiya 4-dürsə, orta kvadratik meyl 2-dir. Çıxılsın fi, yenə də bu dəfə 16'dan 20 çıxmalıyam. Mənfi 4. Mənfi 4 bölünsün 2. Buradakı qiymətlərə bir də baxın. 10'dur. 10 çıxırdım. 16'dan 10 çıxırdım. Mənfi 6. Müsbət 6. 22'den 10 çıxdım. 12. 2'yə böldüm 6. Çıxılsın. 16'dan 10 çıxdım. 6. 2'yə böldün 3. 6 və 3. Bunu deməmişdim əslində. Yadıma gəlmir bu sualdan demək. Ona görə gəlin bunun birini də deyək.
riyazi gözləməsinə A yazımda birbaşa. Çünki normal paylanmadan söhbət gedir də burada. Normal paylanmada mx elə A-dır və A-dakı 10-dur. Dispersiya dx 16-dır. Mənə sigması lazım olacaq bunun. Bu da 4-dür. Alfa beta da 2-dən 18. Deməli, betadan çıxmışdıq. Alfanı bölmüşdük. Nəyə? Sigmaya. Bir dənə də 2-dən alfadan çıxmışdıq. A-nı bölmüşdük. Sigmaya 8, 4 bu 2 eləyir. Mənfi 8, 4 bu da mənfi 2 eləyir. Fi funksiyası tək funksiya. Tək funksiya olduğuna görə mənfi keçir qabağa olur 2 dənə. Fi 2. Sonra riyazi gözləməsi 2-dirsə x minus 2 olmalıdır. Axırıncısı düzdür. Riyazi gözləmə 4-dür. Dispersiya 9-dur. 4 vur 9, 36. Nöqtəvi qiymətləndirilməsində orta kvadratik mövl kökəxli dispersiyadır. X-in dispersiyası 8-in yarısı 4. Dispersiya 24-ün yarısı 12. 98-in yarısı dispersiyadır. 7 də orta kvadratik meyldir. Yəni görürsünüz, bunlar hamısı eyni qayda ilə gedir. Üslü paylanma, lambda, y üstündə lambda varsa adı üstündə üslü paylanmadır. 1 bölü b minus müntəzəm paylanmadır. A, B parçasında müntəzəm paylanma. İntervalda ehtimalla mümkün qiymətini tapın. Bu isə geri gedirik bir növ. Burada hansı intervalda kəsilmə təsadüf kəmində ehtimalla mümkün qiymətini alır. Bir dənə də bu sualdan yaxşı. Suala bir dənə də amma. Ev yox, yenə də qoy həllini yazım. Əzbərləyə bilməyən uşaqlarımız da var. Həllini bilək. Burada məlum olanlar nədir? Mx 60'dır. Dx 25'dir. Orta kvadratik meylda 5'dir. Yəni bizim o dəqiqə əlimizdə olanda, yəni buna A-la işarə edirdik. Bunda da öz qaydasında işarə edirdik. P ehtimal 99'dan %73'dirsə, bizdən nə soruşulur? Bizdən soruşulur belə bir qayda. Gəlin bunu düstura tamamlayaq. Biz axtarırıq P ehtimal x minus A-nın sigmadan kiçik olması bu bərabər idi. 2 fi belə bundan işarə edeyim. Delta deyək buna. Delta bölünsün sigma. Sigma budur, orta kvadratik meyldir. Budur. Bu bərabər olmalıdır bizdə. Deməli bu qiymətləndirmə bu ehtimalı deyir ki, bu ehtimal bərabər olsun 0,9973-ə. Buna bərabər olsun. Onun üçün də fi'nin qiyməti də bizə verilib zaten. Fi'nin qiyməti 3'dür. 99'dan %73'ü neçəyə bölməliydik biz? Proses biraz gedəcək əslində. 2'yə bölək. 2'yə böləndə biz f'in qiymətini tapmış oluruq. Və f'in də qiyməti bizə verilir. 0,10.000'də 4886. Fi'nin 3'dəki qiyməti təxmini bizə verilir. Və biz bunun nəyi tapmış oluruq əslində? Burada əlavə şeyləri silim ki, izahımı tamamlaya bilim. Bunları qoydum kənara. Bunlar mənə lazım olmadı. Deməli, 2'yə böldük. 2'yə böldük. Bu fi'nin qiymətini verdi. Tamam. Fi'nin qiyməti olsa burada var idi, vermişdi bizə. Nə almışıq? Almışıq biz burada delta. Delta bölünsün sigma bərabərdir. Böləndə neçə alırıq? Yəni qiymətlərə baxsaq burada 10.000'də 9972 2'yə bölsək 4986 alarıq. O da fi'nin 3'dəki qiymətini verir də. Fi 3'ü verir əslində bizə. Buna başqa şeyə ehtiyac yoxdur. Fi 3. Sigma neçə idi? 5 idi. Onda delta bərabərdir. 3 vur 5. 15. Budur. İntervalımız bizim 15 ilə gedəcək. Əsas bizə lazım olan buydu. 15'i alandan sonra nə etməliyik? Bizdə nə var? A minus riyazi gözləməmiz bizim var idi. 60.
60-dan bir dəfə 15-i çıxırıq, bir dəfə də 60-ın üstə 15-i gəlirik. Deməli, ümumi olaraq yadda saxlayın nəyi? Mən burada əlavə şeylər yazdım. Siz bu misalı həll etmək üçün bir dənə şey yadda saxlayın sadəcə. 3 var. 3. Siz budur. Ona görə deltanı tapacaqsınız. Oldu. Yəni delta bərabərdir. 3 vurulsun. Orta kvadratik meylimiz var idi. 5. 3 vur 5, 15. Və bunu tapırsınız. 3 vur 5, 15. Sonra riyazi gözləmənin üstünə bir dəfə gəlirsiniz, bir dəfə də çıxırsınız. 60-ın üstə bir dəfə gələcəksiniz, bir dəfə də çıxacaqsınız. Yəni qaydanı belə apara bilərsiniz. Sonra bir suala baxım. Alfa beta olanda betadakı qiymətindən alfadakı qiymətin çıxılması fərqi ilə bir şey deyil. Parametr hansı parametrdən asılı? Poisson parametri. Poisson lambdadan, üslü paylanma da lambdadan asılıdır. X təsadüfi kəmiyyəti alfa bərabər 35 olan normal qanun ilə paylanıbsa 10-25 aralığında olması ehtimalı 0.4-ə bərabərsə 45-60 aralığında olma ehtimalını tapın. Baxaq. Əslində burada həll olmalı bir şey yoxdur. Niyə? Çünki belə baxsaq alfa bərabər A bərabər 35 qədər üzərinə əlavə olunub da, sağın da və solun hər ikisinin üzərinə 35 əlavə olunub. Həm A-ya 35 əlavə eləsək 45, 25 35 əlavə eləsək 60. Yəni simmetriklik xassəsi saxlanır. Simmetriklik xassəsi saxlanıbsa, ondakı ehtimal burada dəyişmir. Elə ehtimalda yenə 0.4-ə bərabər olur. Üslü paylanmanı demişik. Üslü paylanma qaydası nəyə bərabərdir? X-in müsbət və mənfi qiymətlərinə baxılır. Aşağıda px funksiyasının hansı üslü paylanmanı göstərir? Birinci niyə səhvdir? Çünki üslü paylanmanın qaydası lambda vurulsun y üstü mənfi lambda x olmalıdır. Burada 2 varsa burada 2 olmalıdır. Bu yoxdur. 3 varsa 3 olmalıdır. Yanlışdır. Bu uyğun deyil çünki 1-dən böyük yazıb. Biz 1-dən böyük deməmişik. 0-dan böyük, 0-dan kiçik olana baxırıq. Ona görə yalnız axırıncı düzdür. Çünki lambda 1-ə bərabərdir. 1 vurulsun y üstü mənfi 1. Sonra dispersiyanın tapılmasını xatırladım. dx bərabərdir. İntegralda x-in kvadratını fx-a vurursunuz. dx sərhədlərinizdəki 0, 1. fx-da verilir 3x kvadratı və çıxılsın. İntegralda x vurulsun. fx dx sərhədlər 0-dan 1-ə. Bunun kvadratı, yəni mx idi də, bu mx kvadratı. Bu qayda ilə çıxırıq. 3-dən böyük olması, baxaq görək 3-dən böyük olması hara düşür əslində. 3-dən biz böyüklərdən işləmirik. Əslində biz paylama funksiyası yazanda x kiçikdir a yazırıq da. Əgər bu böyükdür veribsə, deməli 1 çıxılsın. P böyükdür 3. Bunu axtarırıq, belə bir şey axtarırıq. Ona görə məndən önəmli olan budur. X minus 3 yəni. X 3-dən kiçik olan hissəsi bu aralığa düşür. 0.8-ə düşür. 1-dən də 0.8 çıxanda 0.2 eləyəcək. Toplayıb yarı bölürdük riyazi gözləməni tapanda. Birinci tərtib mərkəzi moment. İkinci tərtib bunun dispersiyasıdır. Cədvəllə bilirik. Dispersiyanın tapılması xassəsi bunlardan demişəm. Yenə də yeni sual axtaram, görüm yeni sual. Ən böyük ehtimallı ədədlər. Dördündən birində 1 nollidir. 80 və 100 arasında olması fiillərdən olanları izah eləmişəm. Hədəfin heç olmasa bir güllə. Heç olmasa bir hadisənin baş verməsi 1 minus Q1 Q2 düsturudur. Qüsursuz olması. Bu tiplər, bunlar hamısı birinci mazirən suallardır. Əslində bunlara aid suallar izah etmişəm. 541-ə qədər bir təsadüfi kəmiyyətə aid olan nümunələrdir. 542-dən sonra isə iki təsadüfi kəmiyyətin paylanması ilə bağlı olan suallardır. Bunlar xassələr üzərində dayanmıram. Burada üçüncüsü doğru olan, yəni necə yadda saxlaya bilərsiniz bunu əsasən x2, x1, x2, x1, x2 çıx x1, x-lar da belə gedəcək. Amma y2-lər çıxılsın y1-lər. O belə yadda saxlayın. Yəni bir 4 cütlük alırsınız da. Yadınızda qala bilər.
Sonra 547 bunlardan bilmirəm, bəlkə demişəmsə, amma yenə də təkrar üzərinə qayıdıram. İki ölçülü diskret təsadüfi kəmiyyət paylamalarında nə edirik? X komponentinin paylama cədvəli verilir. X-a görə paylanma istəyirsə, X-i saxlayırsınız. X-in qiymətlərini saxlayırsınız. Y-in qiymətlərini isə nə edirik? Çox sadə bir şeydir. Şərt paylama deyil, sadəcə paylama cədvəlisə Y-ə xas olanları isə sütun üzrə toplayırıq. 0.2 bura eləyəcək, 0.42 bura eləyəcək, 0.35 də, 38 daha doğrusu bura eləyəcək. Rahat bir şeydir əslində. Y bərabər 10 olanda paylanma qanunu yazın. Bu artıq şərti paylanmadır. Nə deyirsə onu götürürsünüz. Bax, Y 10 dediyini görə ancaq bu ədədlərlə işləyəcəm. Bunların heç birisi bizə artıq lazım deyil. Bu 30'dur əslində. Cədvəldə deməli 30 bölək. Bunların cəmi 30 və 12'nin cəmi 42. İkinci hissədə isə 12 bölək cəmi 42. Belə bir şey olmalıdır. Bura 6 bölü 7 eləyər. Burada 6'ya ixtisar geçsəm 5 bölü 7 eləyər. Bura isə 2 bölü 7 eləyər. Birgə sıxlıq funksiyası. Belə bir misal hardasa rastınıza çıxmışdı və demişdim ki, bunu yarı-yarı bölün. 2x y üstü mənfi x kvadratını bir tərəfə verirsiniz burada x-a görə soruşanda. 2x y üstü mənfi x kvadratını. Y-ə görə soruşanda isə 2y y üstü mənfi y kvadratını. Çünki y kvadratının törəməsi 2y-dir, x kvadratının törəməsi 2x-də. Burada birgə şəkildə veribsə, biz bunu ayrılmış variantda soruşanda belə edəcəksiniz. Əksinə birləşdirmək lazım olunur, bir-birinə vururuq. 5 vur 2, 10. 5 üstü y üstü mənfi 5 mənfi 2. Bunu nəzərə alın. X-lar müsbət olanda, y-lər müsbət olanda funksiya təyin olunub. Deyilən ifadə kimi x sıfırdan kiçik, y sıfırdan kiçik olanda isə 0 olacaq. X-in 2, y-in 7 olması. Bu zaman ehtimallar nə olur? Bu zaman ehtimallar bir-birinə vurulur. 0.3, 0.4'ə vurulur, %12 eləyir. X-in 5 olması 0.7, Y-in 7 olması 0.4. 7 4'ə vurulur, 28. Yaxşı. Bu funksiya, əgər paylama funksiyasıdırsa, biz sıxlıq funksiyası alanda ondan teorem almalıyıq. Bu bir. İkincisi, demişəm, yenə təkrar edirəm. Əgər aralıq görürsünüzsə, misalda cavablarınızda aralıq olmalıdır. Amma bu variantlarda yoxdursa, bunlar artıq səhvdir. Aralıq yalnız bir variantda var. Ona görə də siz bunu elə düzgün cavab olaraq saxlaya bilərsiniz. Artıq heç bir teoremə falan almağınıza ehtiyac yoxdur. Yox, əgər olsaydı onda teoremə alardıq. 554 nömrəli sualları izah etmişəm. Bunlardan demişəm. Aşağıda yenə var. Və qeyd etmişdim ki, əslində 2 ehtimalı burada bir-birinə vururuq. 2 ehtimalı burada bir-birinə vururuq. 4 ehtimal bir-birinə vurulduqdan sonra vergüldən sonra 4 rəqəm olmalıdır. Vergüldən sonra 4 rəqəm. Bunun hesablama nəticəsi olaraq da deyə bilirsiniz. Bu da əslində eyni şeydir. Nə deməkdir? Hədəfi vurma ehtimalı bu x-a görədir. İkincisi isə y-ə görədir. Və bizdən soruşulur, burada y-ə görə paylanma qurun deyirsən də bununla işləyirsiniz. Bax, bu hissəsi ilə işləmək lazımdır bunu. 0.6 bu y-in p-sidir. 0.6. Onda 2, 0.4 eləyəcək. Y 0 o deməkdir ki, ikinci atacı heç birində dəymədi. Heç birində dəymədi də q kvadrat deməkdir. Və q kvadrat da %16'dır. 2 isə o deməkdir ki, hər ikisində dəydi. Hər ikisində dəyən isə 0.6'ın kvadratı 36 eləməlidir. Deməli 36 burada, 16 burada. Ortada isə 2p2 olur. 16, 36. Baxın, bu da cavabımız. Demişik. Eyni şey 4 rəqəm. Vergüldən sonra 4 rəqəm axtarın. Bunların heç birisini nə həll etməyin, nə də ki başınıza yormayın. 4 rəqəm vergüldən sonra görürsünüz, hamısının cavabları rahat şəkildə daha sürətli tapa bilərsiniz. Çünki həldən irəli gəlir də, həlli biləndə artıq yanaşma da rahatdır. X-a görə paylanma dedim və təkrar edirəm. X-a görə paylanma, X-in qiymətləri hansılardır? 1, 2, 3. Deməli, 1'i olanları toplayırsınız. 2'ni olanları toplayıb 2'nin qabağında yazacaqsınız. 3 ayrı olanları toplayıb 3'ün qabağında yazacaqsınız. Y-ə görəndə də 1, 2, 3, 4. Y-in qiymətləri elədiniz. Y-ə görə olanları topladınız. Yəni, bunu tamamlayaq əslində. 1, 2, 3, 4 Y-lərin qiymətləri və bunların toplanması.
7, 8, 9, bu toplanması. Yəni görək neçə eləyir. 21 bura eləyər. 27 bura eləyər. Təbii ki, yüzlüklər %21-də, yəni %27 də bura eləyər. 24, %28 bura eləyər. 15, %24 də yəqin ki, bura eləyir. Və riyazi gözləməkdir. Riyazi gözləməni artıq bilirsiniz. Y-in qiymətləri. Bunu 1-ə vurasınız, bunu 2-yə, bunu 3-ə, bunu da 4-ə vurub toplayacaqsınız. Sonra Y paylanması dedik, Y-ə görə cədvəl alırsınız. Kəsişməni götürürsünüz. X1, X2-nin kəsişməsini. Eynən kəsişmələrdə olan qiymətlər. X3, Y2, %3, X2, Y1, 30'dur da əslində bu. 30'dan 3, 33. Dedim, bundan dedim, bundan dedim. Y-ə görə qiymətlər, Y-in qiyməti 3, 4, 5, 7-dir. 3, 4, 5, 7 olduğuna görə sətiri tamamilə toplamaq lazımdır. X-a görə asandır. Bunlar olduqca asandır. Bunu nə öyrənməyin, nə əzbərləməyin, nə bir şey eləməyin. Bunların qaydasına öhdəsindən gələ bilərsiniz. Y-ə görə deyəndə Y-in qiymətlərinə baxırsınız. X deyəndə X-in qiymətlərinə. 4 rəqəm vergüldən sonra. Bunu bayaq Y-ə görə dedimsə, bu X-a görə olan halıdır. 0, 10-da 4. Birinci Q kvadratdır, axırıncı P kvadratdır. Çünki X0 o deməkdir ki, heç birini vurmadı. 4-ün kvadratı 16 axırda olar, 36 isə əvvəldə olar. Belə bir şey olmalıdır. 36, 16, hə, bu xana düzgün cavabımızdır. Sonra bundan bir neçə sual var. Bunu izah edim. 1, 1. Deməli, bu da 1-dir. Bu da 1-dir. Bu 1 olanda mx çıx mx alınır. 0. My çıx my 0 alınır. İki ölçülü təsadüfi qiymətin paylanma funksiyası ümumiyyətlə ehtimal olduğuna görə ehtimal 0-dan 1 arasında olur. Paylanma funksiyası özü ilə ehtimaldır. Sonra buna baxaq. 2-dirsə bu 2-dir. Bu isə 0-dır. Nəyinsə üstü 0 olanda bu 1-ə bərabərdir avtomatik. 2 olan halı isə xatırlayırsınız, dispersiyanı bizə verirdi. X-a görə qaldığı üçün bu dx verəcək. Sonra ölçülü sıxlıq funksiyasını tapın deyəndə təkrar edirəm. Əgər aralıq görürsünüzsə, cavabda aralıq axtarın. Bu 1. Və bu da yalnız birində var da əslində. Görürsünüz, heç o birislərdə yoxdur. Olsaydı bir dənə teoremədə alardıq. Deməli, burada əgər aralıq var idisə, aralıq da axtarmaq lazımdır. Bu da yalnız bir variantda var. İkinci bir variantda olsaydı, onda biz bunun paylanma funksiyası verildiyinə görə biz onun teoreməsini də alardıq ki, sıxlıq funksiyasını yazaq. Sonra bərabərliklərdən hansı götürülür? Paylanma funksiyası ümumiyyətlə kiçikdirdən həmişə istifadə olunur. Yəni f(x) bir dəyişən halda x kiçikdir. Böyük x deyil, buna kiçikdir. X şəklindədirsə, y də həmən şeydir. Ona görə hər ikisi kiçik olan düzgün cavab olmalıdır. Baxın, kiçiklərdən olan yadda saxlayın. Böyük olanda birdən çıxarlar. Sonra düsturların hansını götürmək lazımdır? Cəmi üçün götürülən düstur hansıdır? Burada baxın nə köməyimizə gələ bilər? Bizim köməyimizə o gəlir ki, burada bu hissə. Y-i tapanda nə edirik? Z-lə veribdir bunu. X qalır olduğu kimi mənfi olur axı tərsinə keçəndə. Bir dəqiqə diqqətlə baxaq. Bunlar düzgün deyil onsuz da. Bunları atırıq geçsin. Qalırıq ikisinin arasında. X plus Z yox. X plus Z Y verməz. Bu hissədə çıxma olmalıdır. Z minus X. Çıxma. Çıxma da yalnızca burada var. Onu nəzər ala bilərik. Sonra bax, aralıq deyirəm həmişə, amma burada hamısında aralıqlar verilir. Aralıqlar verilirsə artıq ikinci mərhələ olaraq biz burada baxırıq nələrə. Hasilə baxmalıyıq. 5, 5, 25. 25-də bir variant da var. Y üstü mənfi 5x. Y üstü mənfi 5y. Bu qayda ilə davam edirik. Sonra korrelyasiya əmsalı nəyə deyiləcək? Korrelyasiya əmsalı
düstur şəklində. Şərti paylanmanı bayaq dedim, x-in yalnız 9 olan qiymətini hissəni işlədirik burada. Yalnız bura ilə işləyəcəksiniz. 10'u bölürük 3'ünün cəminə, 5'i bölürük 3'ün cəminə və 13'ü bölürük hər üçünün cəminə. Y 4'ə görə deyirsə ancaq birinci sıra ilə işləyirik. 15'i bölürük 15 ilə 5'in cəmi 20'yə, 5'i bölürük 20'yə. Aralıq yalnız bu yadda saxlayın. Aralıq olan hissə, yəni aralıq deyəndə nə demək istəyirəm? Yəni baxın burada x böyük 0, y böyük 0, x kiçik 0, y kiçik 0 veribsə paylama funksiyasında, bu cavabda sıxlıq funksiyasında da bu olmalıdır. Olan da ancaq axırıncıda var. Ehtimallar bir-birinə vurulur. Bundan dedik. Sonra buna deyim. 1 0'dırsa bu 1 deyil, bu 0'dır. Y üstü 0 1'ə bərabərdir. X üstü 1 də x-ə bərabərdir. Deməli burada nə qaldı? M. Mx qaldı sadəcə. Sonra baxın bundan dedim yenə də 0, bu isə 2'dir. 0 olanda bura 1'ə bərabər. Nəyin üstü 0 1'dir də. 2 olanda da dispersiyadır və y qaldığı üçün dy yaranır burada. Sıxlıq funksiyası paylanma funksiyasının teoreməsidir və iki ölçülü halda isə həm x-ə, həm y-ə görə teoremə yaranır. Y-ə görə olan hissə istəyəndə əslində bunun aralığı da verilməli idi, amma verilməyibdir. Y-ə görə istəyəndə də yarıya biz bunu bölürük. 2y y üstü mənfi y kvadratı olur. 1 olan halda nə qalır burada? Baxın, mx-dan mx çıxanda 0 olur, my-dən my çıxanda 0 olur. Bu hissənin 0'dır. Paylanma cədvəli y-ə görə deyirsə 6 və 8. 6 və 8-də bir variantda var. Heç başqa şey çəlləmək lazım deyil. Sonra nə soruşulur buradan? Burada əslində qiymətləri yerdən qoyub bir-bir çıxmalıyıq. Xatırlayırsa x2, y2 çıxılsın x1, y2. Sonra çıxılsın x2, y1 çıxılsın x1, y1. Belə bir şey var idi. Qiymətlər yerinə qoyulmalıdır, amma sinus 2 sinus alfa yaranacaq burada yəqin ki 2 sinus alfaya gördük. Bir yadda saxlaya bilərsiniz. Kiçik-kiçikdir işarəsi yadda qalmalıdır. Belə iki dəyişənlər də bitdi. 600-də bitdi. Yaxşı, mən indi 600-dən 700-ə qədər baxacağam. Əgər burada yeni bir sual varsa onu deyəcəm. Yoxdursa əslində biz tamamlanmış sayıla bilərik. Bu fiilləri dedim. Üslub funksiya, paylanma funksiyası. Bunlardan dedim, teoreməsini dedik. Riyazi gözləmə x vurulsun fx. A plus b bölü 2. Tamam, sonra npq dispersiya, riyazi gözləmə np. İkinci tərtib mərkəzi moment. Bu dispersiyadır. Birinci tərtib başlanğıc riyazi gözləmədir. Aşağıdakı variantlardan hansı doğrudur? 0.7 olanda x0 deməkdir ki, heç birini vura bilməyib. 0.3'ün kubu olar. 3'ün kubu da 27. Bir variant, iki variant da var. Sonuncusu isə p kubu olmalıdır. P kubu da 7'nin kubudur. 43. 1 o deməkdir ki, birində dəydi. Birində dəydi 2p. Baxın, bu cədvəldə nəyi tamamlamalısınız əslində? Bu 2'nin kubudur. Bu 2 biri dəydiyinə görə pq kvadratdır. Bu 2 p kvadratı q'dir. Bu isə p'nin kubudur. Belə olmalıdır. Yəni bu qayda ilə belə tamamlamaq olar. Ən böyük ehtimal ədəd düsturları bilirik. Fiillərlə olanı bilirik. Binomial paylanmanın, bunlar demişəm. Bunların əvvəllərdə hamısında həlli var. Bunları tam rahatlıqla eləyə bilərsiniz. Normal paylanma dispersiyası məxrəcin yarısı, 72'nin yarısı, bunu dedik. Aşağıdakı təkliflərdən hansı üslü paylanmaya aiddir? Üslü paylanma deyəndə lambdası olmalıdır bunun. Baxın, üzərinə bir detallı deyə bilərik. Üslü paylanma budur, sıxlıq funksiyası. Bu müntəzəm paylanmadır AB parçasında. Üslü paylanmanın dispersiyası üçün düzdür. Bu yenə də müntəzəm paylanmanın dispersiyası idi. Sonuncusu isə AB parçasında alfa beta aralığında olması ehtimalı bunda heç üslü paylanmaya aid deyil. 1 ilə 3 ancaq aid idi.
Sonra müntəzəm paylanma bir sadaladıq bayaq. İkincisi idi, dördüncüsü dispersiyası idi və beşincisi də AB parçası. Harda AB parçası görürsinizsə AB-lər bilin ki, onun cavablarıdır. F 1 tam %25-dən F 1 tam %5-i çıxırıq. Bundan misal eləmişik. Sonra baxım. Sıxlıq funksiyasının xassiyəsinə görə integral -1-dən -1-ə gedir. Amma burada ehtiyac yoxdur əslində. Bu müntəzəm paylanma kimi saya bilirik bunu. A-nın qiymətini tapa bilərik. Baxın, məsələn, bu sualda nə həll edərdim, nəyi etməzdim, nəyə fikir verərdim. Sıxlıq funksiyası deyirsə, 0-ın törəməsi 0, 1-in törəməsi yenə 0. Deməli, 0-0'lar olmalıdır. Birinci ona baxardım. 1 olan səhvdir. Bu cavabı buna görə atdım. Əsas məsələ. Sonra, əgər mən burada törəm almışamsa, 2-də 1-in törəməsi 0-dır, x bölü a-nın da törəməsi 1 bölü a-dır. 1 bölü a-dırsa cavabda onda x iştirak etməməlidir. Birinci 2x-dır səhvdir. 4-də 1 x-dır səhvdir, bu da getdi. Qaldı 2 dənə 8-də 1-lər. 2 dənə 8-də 1. Eyni daha ikisi də. Eynidir, hə, heyf. Ha, yox, burada 1 yazıb. Baxın, bunu atmışdıq da biz bayaqları. Bu cavabı x-a görə atdım. Bu cavabı 1-ə görə atıram. 1-in törəməsi, bayaq dedim axı 1-in törəməsi 1 eləyir. Ona görə atıram. Bu cavabı atdıq, çünki dedik ki, x iştirak etməməlidir. X bölü a-nın törəməsinə 1 bölü a qalır. Sonuncusunda hər şey qaydasındadır, 0, 0 və x də iştirak etmir. Yəni, heç mənə a parametrin tapılması üçün integral mənfi sonsuzluq, müsbət sonsuzluq bərabərdir 1 xassəsini tətbiq etməyin heç bir əhəmiyyəti qalmadı. O bizə lazım olmadı. Sonra, amma burada isə a parametrini təyin etdir. A parametrini təyin etmək üçün nə edə bilərsiniz? Məsələn, x-a 4 qiyməti verəndə kəsilməzlik xassəsi, heç integral həll etməsəz də olar. X-a 4 qiyməti verəndə ehtimal 1-ə bərabər olmalıdır. 4 bölək a bərabərdir 1-dən 2-də 1 çıxanda 2-də 1. A bərabərdir 8. Kəsilməzlik xassəsindən istifadə edib ala bilərsiniz əslində. Riyazi gözləməsini tapın. Mx bərabər fx vuraq x dx. Bilirik, a parametrin ala biləcəyi qiymət yenə kəsilməzlik şərtində x-in yerinə 3 qoysaz 1 eləməlidir. 3x bərabər 6, x bərabər 2 istifadə edə bilirsiniz. Yəni, sərhəddəki qiymətin yerinə qoya bilirsiniz. Sonra 49 birinci tərtib başlanğıc riyazi gözləmədir. Bundan dedim. Aralığına düşmə ehtimalı onun 0, 5-dən kiçik olanlara baxırıq. 5-dən kiçik 4 ilə 1-dir. 4 ilə 1-ə uyğun da ehtimalları toplayırıq. Yenə deyirəm, demədiyim bir şey görüm yoxdur burada. Xassələri. Oradan deyirəm, elə sual rastıma çıxana qədər təkrar eləmək üçün deyirəm. Amma deyirəm, bunların hamısını mən izah eləmişəm. Poisson paylanmasıdır. Bunlar birinci müazirələrdir, bunlar ümumiyyətlə asandır. Xassələrdir, yerinə qoyursunuz. X-in kvadratına görə suallarla tam tanış olun axıra qədər. Birinci müazirənin suallardır bunlar. Bu cədvəli lap deyim. Bu cədvəl yenə 2 dəyişənə aiddir, amma rahatdır. Baxın, burada neçə qiymət ola bilər? X plus y. Birinci bundan başlayaq, neçə qiymət ola bilər? 2 ilə 1-i toplasaq 3, 2 ilə 4-ü toplasaq 6. İndi keçdik 3-lərə. 3 ilə 1-i toplasaq 4, yazıram bunu ortada, çünki arada gəlir. 3 ilə də 4-ü toplasam 7. Deməli, 3, 4, 6, 7. Birinci bundan başlayayım ki, bu qiymətlər olmalı. 3, 4, 6, 7 də hər yerdə var. Yaxşı, ehtimalı tapmaq istəsəm, məsələn, tutaq ki, baxıram, görün fərqli nə var. 18, 18, 2 dənəsində 18-dir, ikisində 42-dir. Aha, üçüncüsü hamısında fərqlidir. Ona görə üçüncünü tapacağım. O birləri yox. Bir dəfə həll eləyim də ona görə. 6-nı tapmaq istəyirəm. 6-nı mən nə vaxt almışdım? X-i 2 olaraq götürmüşdüm. Y-i isə 4 olaraq götürmüşdüm. Deməli, bunların ehtimallarını bir-birinə vurmalıyam. 3-ü də 4-ə vuranda 12. Haradakı 6-nın qiymətinə 12 ehtimalıdır, o düzdür və o da bir yerdədir. Yuxarıdakı cavab deməli düzdür.
AB parçasında müntəzəm paylanmanın beta minus alfa bölək B minus A. Bu da müntəzəm paylanmadır. Düsturlar 27-dəki qiymət, 2.7-dəki qiymətdən 1.7-dəki qiyməti qoyub çıxırsınız. Dispersiyanın tapılması bundan neçə dəfə istifadə eləmişik. Burada kvadrat yoxdur deyə bu səhvdir. Burada çıxma yoxdur. Bu ümumiyyətlə heç nədir. Bu elə fx-dir əslində. Ona görə də bu düz gəlir. Tapın. Paylama funksiyasının xassəsi mənfi sonsuzluqda 0-dır, müsbət sonsuzluqda 1-dir. Ona görə birincisi düzgün xassə deyil. Paylama funksiyası ehtimal olduğuna görə 0-dan 1-in arasındadır. Sonuncusu düzdür. X kəsilməz təsadüfi kəmiyyətin x həqiqi ədəddən kiçik qiymətlər alması hadisəsinə paylama funksiyası demişik. X kvadratı, y kvadratları. Birincisi binomialdır, ikincisi Poissondur, üçüncüsü normaldır və sonuncusu isə həndəsi paylanmadır. Diskret olan binomial, həndəsi və Poisson idi. Bunlardan da yalnız binomialın adı burada var. Dispersiyan tapmağı bilirsiniz. Ən böyük ehtimalla da standart olması. Çatdıq 700-ə. Bu qədər. Bunlardan da bayaq dedim əslində. Sonda yenə statistikadan misal var. N1 ulduzdan dedim və bu sualdan bir dənəsini dedim. U ilərlə tapırdınız. İkinci tərtib başlanğıc empirik moment. Bunu da demişəm əslində. Empirik bunu da demişəm. Seçmənin paylanması bunu da demişəm. Bu qədər. Yenə deyirəm. Sualınız olsa lap elə bunun altında məsələn uşaqlar kommentariyada yazırlar ki 23 imtahan verəcəyik. 23-ü, 25-i, 27-si adətən riyaziyyat imtahanları ən axırda olur. Buna baxıb tamamlayandan sonra əgər ümumi 700-ün içində yenə də hardasa nəsə başa düşmədiyiniz mövzunun içində həll eləyə bilmədiyiniz və ya ötüb keçib demədiyim ola bilər sual varsa, şərh bölməsində desəz, yazsaz, mən onun sizə izahatını verə bilərəm. Hamınıza uğurlar, ümid edirəm ki, faydalı olacaq. Sağ olun.